Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişən, regionun qarşıdurma məkanından sülh və iqtisadi tərəfdaşlıq mərkəzinə çevirən tarixi Vaşinqton görüşündən düz bir il ötür. 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Amerika prezidenti Donald Trump arasında keçirilən sammit bölgədə 10 illiklərdir davam edən qeyri-müəyyənliyə son qoydu. Vaşinqton görüşü sadəcə bəyanatlardan ibarət olmadı. Bu sammit çərçivəsində tərəflər sülh və dövlətlər arası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayaraq birgə bəyannamə imzaladılar. Ən mühüm diplomatik qələbələrdən biri isə Azərbaycanın ardıcıl tələbi ilə ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsi üçün birgə müraciətin ünvanlanması oldu. Bununla da keçmişin uğursuz formatları bir dəfəlik tarixə gömüldü. Eyni zamanda Donald Trump'ın şəxsi təşəbbüsü ilə beynəlxalq logistikada yeni mərhələ başladı. Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayan və beynəlxalq ticarətdə rəsmən TRIP adını daşıyan Zəngəzur dəhlizinin açılması bu görüşdə hüquqi status qazandı. Amerikanın Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tamamilə dayandırılması isə Vaşinqton-Bakı xəttində yeni strateji müttəfiqliyin təməlini qoydu. Ötən bir il göstərdi ki, Vaşinqton razılaşmaları kağız üzərində qalmayıb. Azərbaycan bəyannamənin ruhuna sadiq qalaraq dərhal praktiki addımlar atdı. Ermənistanın enerji təhlükəsizliyinə dəstək məqsədi ilə neft və dizel tədarükü təmin edildi. Qonşu ölkənin 40 min tonundan çox tranzit yükünü Azərbaycan ərazisindən təhlükəsiz keçidinə şərait yaradıldı. Cari ilin aprelində isə sərhədlərin delimitasiyası üzrə əsasnamə layihələri uğurla razılaşdırıldı. Bu sabitli beynəlxalq maliyyə nəhənglərinin də diqqətindən qaçmadı. Fitch və SP Global kimi agentliklər Vaşinqton sammitinin nəticələrini regionda hərbi riskləri sıfırlayan və iqtisadi cəlbediciliyi artıran ən böyük rıçaq kimi qiymətləndirdi. Bugün Bakı və Vaşinqton artıq yeni imzalanmış strateji tərəfdaşlıq xəritəsi çərçivəsində gələcəyə addımlayır. Bir il əvvəl Ağ Evdə nümayiş etdirilən güclü siyasi iradə Cənubi Qafqazda geri dönməz və dayanıqlı sülhün ən böyük təminatçısı olduğunu sübut etdi. Vaşinqton görüşü böyük geosiyasi güclərin regiondakı reallıqları tam qəbul etdiyinin rəsmi sübutu idi. Ötən bir il göstərdi ki, Azərbaycanın diktə etdiyi sülh gündəliyi bölgəyə yalnız təhlükəsizlik və firavanlıq gətirir.